Naxçıvanın eko-mədəni sağlamlıq kimi çeşidli turizm imkanlarının nümayiş etdirilməsi, turizm əhəmiyyətli məkanlarının geniş auditoriyaya tanıdılması, eləcə də bölgəyə turist səfərlərinin təşviq edilməsi məqsədi ilə təşkil olunan mediatur iştirakçıları öncə ümumi lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Media nümayəndələri Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində yerləşən Ağbulaq kənd turizm istirahət bölgəsi, Batabat yaylağı, həmçinin Naxçıvan şəhəri yaxınlığındakı Tuzlaq Fizioterapiya Mərkəzinin fəaliyyəti və turizm potensialı ilə tanış olublar. Həm hiking, trekking bölgələrinin nişanlanmış ərazilərdə insanların istifadə yerlərinin müəyyənləşdirilməsi, onların tanıdılması, həm də bununla yanaşı olaraq Muxtar Respublikamızın tarixi mədəni abidələrinə ki, bir sıra Möminə Xatun türbəsi, Xanevi, Nuhun türbəsi, Naxçıvan qala və s. bölgələrin tanıtımı istiqamətində həm bölgənin turizm imkanlarını göstərmək, həm də bununla yanaşı olaraq növbəti mərhələlərdə bura daha çox turist axını, bura daha çox inkişaf templərinin nəzərə alınması və turizmin 2026 və 2027-28-ci illərdə daha yüksək formada tanıdılmasına dəstək verək. Naxçıvana mediatur təşkil olunubdur. Tur çərçivəsində media nümayəndələri Naxçıvanın gəzməli, görməli yerlərini ziyarət edirlər. Bu səfər həm ruhu oxşayan, həm də məlumatlandırıcı bir səyahətə çevrilibdir. Bu dəfə biz Naxçıvanın gözəlliklərini tamaşaçılarımıza kameralarımızdan göstərəcəyik. Dövlət Turizm Agentliyi tərəfindən Naxçıvan istiqamətdə turizmin inkişaf etdirilməsi üçün müəyyən işlər görülməkdədir. Bizim əsas hədəfimiz Naxçıvanın turizm potensialını həm region daxilində, yəni ölkə daxilində, həm də ölkə xaricində tanıtmaqdan ibarətdir. Buradakı Naxçıvanın turizm resurslarına baxdıqda, burada turizmin bütün növlərinin inkişaf etdirilməsi mümkündür və müəyyən dərəcədə artıq burada kifayət qədər turizm infrastrukturu formalaşdırılmışdır. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf dövlət proqramı çərçivəsində də Dövlət Turizm Agentliyi tərəfindən müəyyən tapşırıqların icrası istiqamətində işlər davam etdirilir. Hal-hazırda ərazilərdə turizmin müxtəlif növlərinin və turizm xidmətlərinin, turizm təcrübələrinin inkişaf etdirilməsi üçün gələcəkdə və bu gün və gələcəkdə təlimlərin keçirilməsi, insan kadrların hazırlığının yüksəldilməsi ilə bağlı işlər də planlaşdırılmışdır. Bundan əlavə biz həmin dövlət proqramı çərçivəsində Naxçıvanda 2 turistik kəndin seçilməsi ilə bağlı işlər həyata keçirilmişik. Müxtəlif kəndlərə baxış keçirilmişdir və hal-hazırda olduğumuz Şahbuz rayonunun ərazisində Kükü kəndi və Ordubad rayonu ərazisində Pəzməri kəndlərinin ilkin mərhələdə turistik kənd olaraq müəyyənləşdirilmişik. Gələcəkdə də müvafiq vəsait ayrılacağı təqdirdə həmin kəndlərdə turizm infrastrukturunun yaradılması planlaşdırılmışdır. Səfər çərçivəsində Asabikəf ziyarətgahı, dini-mədəni abidə kompleksi, Xan Sarayı Dövlət Tarix Memarlıq, Möminə Xatun və Açıq Səma altında muzey kompleksi, Naxçıvan qala Tarix Memarlıq muzey kompleksi, Nuh Peyğəmbərin məzarüstü türbəsi və Qafqazın ən böyük məscidlərindən biri hesab olunan Heydər məscidi də ziyarət edilib. Əli Məmmədov, Cavad Hüseynov, NTV Xəbər.